Dostlar, bu mövzunu digər bir nüansını sizə göstərmək istəyirəm. Yəqin ki, aranızda şahid olan olub buna. Demək, daş qaşdı zinət əşyasını aparıb biz banka qoyub əvəzinə kredit götürmək istəyəndə, bank onun qaşını, üzərindəki daş qaşı yox, sırf qızılın qram hissəsini hesablayaraq bizə kredit, yəni onun məbləğində bizə kredit ayırır. Yəni bu da bir daha mən az öncə danışdığıma bir sübut olur ki, çalışmaq lazımdır ki, daş qaşı yox. Əgər təbii ki, xeyir işdə sırf məqsəd onu taxmaq, göstərişdirsə, hə, bu başqa. Amma yatırım kimi onu saxlamaq, onu sonra ondan bir xeyri görməkdirsə, burada təbii ki, daş qaşıya minimumu olan qızıla üstünlük vermək lazımdır. Dostlar, sonda isə sizə qızılı dar gündə alıb saxlamağı yox, xeyir işə, yaxşı günlərdə investisiya etməyi arzu eləyirəm. Qızıl haqqında daha nələri bilmək istəyirsinizsə və qızıl yatırımında hansı növlərinə üstünlük verirsinizsə, bu barədə də fikirlərinizi şərh bölməsində qeyd edin. Növbəti videoda görüşənədək.